Daha sonra hə, İsmət deyir ki, get, nə yaparsan yap, çəkil get, durma. Orxan, ah eləmi, İzzət. Orxan, kəndini yorma, bir gücsə yalvarmaqdan nə hasil? Bu məsələni də yadınızda saxlayın, tez-tez düşür. Yəni bu kimin dilindən olduğu qeyd olunur. İzzət deyir bunu. İsmət, ah vicdansız alçaq Orxan, İzzət sən çəkil. İzzət, peki ben çəkildim, sən yalvar yakar. Sanki yalvardıkça məhəbbət artar. Orxan, artıq anladıq. Çəkil, dəf ol İzzət, İsmət. Ah xain oğlu xain. Peki. Orxan, İsmət, İsmət. O Məcnundur. Ondan bir şey olmaz. Bu da testi düşən məqamlardan biridir. Deməli burada deyir ki, deməli o Məcnundur. Ondan bir şey umulmaz. Yəni Məcnun deyəndə kimi nəzərdə tutur İzzəti. Saçmadır hər sözü. Əsla tutulmaz. İsmət istehza ilə evet doğru. Yoxsa səni bulmazdır. Sənin də sirdaş arkadaş da olmazdı. Orxan, hər nə söylərsən söylə, xoşdur bəncə. Bəllidir ki, olmaz dikənsiz gönçə. Hər nazına bən eylərim təhəmmül. Ancaq ayrılığa tab etmə müşkül. Bəndə artıq can qalmamış mərhəmət. Mərhəmət qıl, insafsız olma İsmət. Ya gəl canımı al, ya ver tazə can. İşte sən, işte xəncər, işte Orxan. Xəncəri çəkib İsmətə uzadır. Burada öz xəncərini İsmətə uzadır ki, ya yəni mənim təklifimi qəbul et, ya da məni öldür. İsmət alaraq istehza ilə, afərin, afərin, bu zərbi dəstə. Heç rast gəlmədim böyle zərbi şəstə. Çocuqluqdan bəri bu məmləkətdə vardım bu sinnə, amma sən fitrətdə, sən xislətdə bir qəhrəman görmədim. Bu dırnaqarası qəhrəman nəzərdə tutur da, yəni. Sən təbiətdə bir insan görmədin. Bu haqsızlıq, bu acizlik, bu miskinlik. Bir mərd üçün çəkilməz dərdi mühlik. Yazıq Orxan, billah yazıqlar olsun. Sən bir yigitsin. Sənə çox ar olsun. Əlindəki xəncəri bir tərəfə atıb gedərək, evet, çox ar olsun. Orxan, getmə, dur İsmət. İsmət, hədyan eşitməyə yox bəndə qüdrət. Orxan, dur dedim, dur. İsmət, artıq çəkil get yetər. Orxan, billah məhv olursun. İsmət xəncəri göstərərək, al, işte xəncər, uzaqlaşır. Burada İsmət xəncəri verərək uzaqlaşır. İzzət çıxıb yola baxaraq, Orxan gəl. Gələn var, aman çəkil durma. Orxan, ah zalım, İzzət, gəl canım kəndini yorma. Orxan azacıq çəkilərək, İsmət, getdim unutma lakin. İsmət, get, nə istərsən yap, alçaq miskin. Orxaq, ah bənmi, İzzət, sən, sus canım, sus. Orxan, İsmət, İzzət, Orxan, gəl, haydi. Orxan, uf, sevimli parlaq yılan. İsmətini adlandırır, sevimli parlaq yılan. Hər ikisi şaşırmış bir halda tez ağaclığa çəkilir, saxlanırlar. İsmət biraz sonra təkrar dışarı çıxır, ətrafa baxaraq, getmiş əsər yox qəhrəmandan. Mütləq deyir, məni imtahan eləyirmiş. Fəqət bilməz ki, İsmət Qanpoladsız məhv olar da, dönüklük etməz hərgiz. Ah, şu xəncər nə? Vay zavallı Orxan, şübhə yox, unutmuş şaşqınlığından. Orada elə bir ki, axı İsmət xəncəri vermişdi Orxana. Orxan da gedərkən buraxır onu yerə gedir də, yəni yadından çıxır. Xəncəri yerdən alır. Gerçəkdən pek gözəl, pek süslü xəncər. Bir parçacıq polad, lakin bir əjdər. Bu da tez-tez düşür. Əjdər adlandıran kimdir xəncəri? İsmət. Bir vuruşda məhv oluyor bir insan. Birdən-birə Səlimi görüb xəncəri gizləyərək, ah Səlim. Yəni, bəzi məqamları sizə qeyd edeyim. Baxın, burada deməli, bu Orxan İsmət məsələsində bayaqlar onu biz nə ilə müqayisə edirdik? Müsbət Fəxrəddin əsərinə müqayisə edirdik də. Burada görürsünüz, Orxan varlı, dövlətli bir insandır. Amma məsələn, Müsbət Fəxrəddin əsərində Cahangirin artıq malı mülkü talan olmuşdu. Yəni o artıq kasıb bir insan idi. Hətta Rüstəm bəyə də deməli bildirəndə məsələn, Rüstəm bəy demişdi ki, yəni səadəti sənə yaraşmaz da. Sənə yaraşan sənin kimi bir hətta kasıb qız tapıb səni evləndirmək olar ondan. Amma Orxan var dövlətli bir insan idi. Eyni zamanda deməli Orxan məsələn burada deyirik, şahlara layiq qızdır da, yəni İsmətin gözəlliyini göstərir. Məsələn, Müsbət Fəxrəddin əsərində də Məhərrəm məsələn qeyd eləmişdi ki, Səadət şahlara layiq bir qızdır. Daha sonra nəyi qeyd edərik burada? Orada Səadət bayaq da qeyd elədiyimiz kimi imkanlı idi.
Hə, bir də orada artıq Fəxrəddin bir neçə aydır gəlmişdi. Amma burada Qanpolad hələ gəlməyibdi. Sadəcə olaraq indi irəliləyən vaxtlarda görəcəksiniz ki, artıq məktubda yazılmışdı ki, Qanpolad gəlir. Amma orada məsələn Cahangirin vəziyyətinin elə pisləşməyinin səbəbi o idi ki, artıq Fəxrəddin gəlmişdi, onun ümidi tükənmişdi.